Salam əzizlərim, yenə gedirik Səlimlə gəzməyə. Bu koftamı giyindiyim yadımda deyil. Hardan almışam? Bu qaşlı taşlı cinsimlə, düzdür, görünmür. Bu alanda demişlər qaralmır, yalan deyərəm. Bir ya iki dəfə taxmışam, maksimum 5 dəfə taxmışam. O da 1-2 saatlıq. Qaralıb qaramadığını demirəm. Şahinlə almışdım. Ayrı-ayrı idi. Bir yerdə 32 manat edirdi o vaxt. İtirirdi. Nə bilim, nə vaxt almışdım? Pandemiya dövründə. Bunlar mənim həmişə boynumda, qulağımdadır. Bunu da yenə itilində almışdım. Bu saatı 28-dən hardan almışdım, bilmirəm. Pandemiyadan da qat-qat əvvəl, pandemiyadan da bir 5 il əvvəl. Və bu Payet marka çantamın korичневый, yəni qəhvəyə basan noşqalarımla bunu Nizami Moldan almışdım. Yenə 2 ilində almışdım. Amma deyəsən mağaza yox idi, Star idi, neydi? Valla içəri dükkan olaraq yanımda deyil, amma bildiyim qədər daha mağaza yoxdur. Belə də markanın muadilidir. Neyse biz getdik gəzməyə, sizləri sevirəm.